Hər il 40 mindən çox insan bu xəstəliyi keçirir. Hollywood ulduzu Angelina Jolie də keçirib bu xəstəliyi. Əksəriyyət insanlar bunun sirli bir xəstəlik olduğunu bilmir. Sizə sadəcə maraqlı tərəflərini deyəcəm. Üz iflici, bel iflici adlanan xəstəlik ani baş verir. Səhər oyanırsınız və bir tərəfin sanki donub, bir tərəfdə qaş qalxmır, göz tam yumulmur, ağız əyilib, insan güzgüdə özünə baxanda qorxur. Bu üz sinirinin iltihaplanması nəticəsində baş verir. Yalnız yaşlılar deyil, gənc insanlar, hətta sağlam şəxslər də bu vəziyyətlə üzləşə bilər. Üçüncüsü, qoxu itkisi və dad dəyişiklikləri. Yəni, dad və qoxu hissi də pozula bilir, amma çoxları bunu fərq etmir. Dördüncüsü, stresin rolu. Psixoloji və fiziki stres bəzən virus infeksiyaları ilə birlikdə bu xəstəliyi tətikləyə bilər. Beşinci, tam sağalmaq mümkündür. 70-85% hallarda vaxtında müraciət edəndə tam sağalmaq olur. Amma gecikmiş müalicə ilə xəstəliyin sağalması yavaşlana bilər.